Bizə verilən suallardan biri də odur ki, piezo üsulundan istəyirəm əməliyyat eləmək. Yəni ümumiyyətlə piezo üsuldur yoxsa texnikadır? Yəni əməliyyat texnikası, yəni üsulla, yəni eyniləşdirmək olarmı? Piezo əslində bir cihazdır. Burun sümüklərini bizim şəkilləndirdiyimiz, burun üzərindəki donqarlıqları almaq üçün istifadə edildiyimiz cihazdır. Yəni əvvəllər espresolarda burun sümüklərini qırmaq üçün osteotom dediyimiz çəkic və osteotomdan istifadə olunurdu. Bu da xəstədə əməliyyat sonrasında şişliklər, göyərmə şikayətlərinin daha çox olmasına, eyni zamanda qırıq xəttinin, o burun sümüklərindəki qırıq xəttinin istədiyimiz yerlərdən olmamasına gətirib çıxardılır. Piezo cihazı ilə əməliyyat əsnasında həm cərrah üçün daha kontrolludur. İstədiyimiz xəttlərdən insijon apara bilirik. Yəni qırıq xəttlərini biz istədiyimiz yerdən götürə bilirik. Eyni zamanda əməliyyat sonrasındakı göyərmə şikayətləri daha az olur. Əməliyyatla əlaqədar ağırlaşmalar daha az ola bilir. Ona görə piezo daha konforlu və daha düzgün bir şəkildə bizə burun sümüklərində çalışmağa imkan yaradır.